Tənbölənlərin kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələrin cəmi 4 olarsa, bərabər tərəfli üçbucağın medianlarının uzunluqları cəmini tapın. Ümumiyyətlə, hər hansı bir üçbucağın, bərabər tərəfli və ya digər üçbucaqların tənbölənlərinin kəsişmə nöqtəsi onun daxilinə çəkilən üçbucağın, daxilinə çəkilən çevrənin mərkəzidir. Və toxunma nöqtələrinə qədərki məsafələrdə bizə əlbəttə ki, kiçik eri verir. Yəni bu kiçik eri verir. Və bərabər tərəfli üçbucaqda kiçik r bərabərdir. A kök altında 3 bölünsün 6. Tərəfi A olaraq götürək. Medianlar isə m bərabərdir. Burada r-dir deyə digər tərəf 2r olduğu üçün 3r qədərdir. Median, yəni bir median 3r qədərdir. 3 vurulsun kiçik r. Və bizdən radiusların cəmi, bu 3 dənə radiusun cəmi 4 olaraq verilibdir. Yəni 3r 3 vurulsun, daha doğrusu 3r 4-ə bərabərdir. Və bizdən bütün medianların cəmi soruşulur. Deməli 3m lazımdır. Bu da 3 vurulsun 3r. 3r 4-ə bərabərdir. 3 vurulsun 4 eləyəcək 12.